Sizə də fikir vermişəm, sosial şəbəkədə bəzi geyimlərinizə görə yəqin özünüz də görmüsünüz də çıxır o qabağınıza, tənqidlər həddən artıq çoxalır. Hə, olur mən məsəl üçün şalvar geyinəndə, mən həyatda normalda görürsünüz ki, elə çox dolu, kök bir qadın deyiləm. Bəli. Şərq qadını. Bu monitor elədir ki, telefonda, kamerada, normalda bu baxdığımız plazma televizorlarda, o vaxt dədə-baba televizorlarında insan özünə baxanda olduğun kimi idi. Necə idin, elə də səni göstərirdi. Nənəm demiş, şıvırtı kimi adam idisə, sən elə arıq göstərəcəkdi, kök idisə, elə göstər. Amma bu plazmalar çıxandan 8 kilo, 10 kilo artıq çox kök göstərir insanı. Hətta o ki qaldı, gedirsən şou proqramda oxuyursan, o öndən, yandan səni belə, lap belə, telefonu belə, ya çəkilə, orada necə düşməliyəm mən? Əlbəttə ki, biraz belə yaxşı düşməməliyəm. Uyğunsuz kadrlarda olur. Uyğunsuz kadrlarda qoyurlar qəsdən. Ona görə də artıq son vaxtlarda, inanın ki, getdiyim şou proqramlarda mən hər zaman geyinmək fikir verirəm. Şou proqramlara gedirsiniz? Xeyr, şou proqrama getmirəm, amma ayda 2-3 dəfə özəl olaraq istənilirəm, çağırılıram, bir 20 dəqiqə, yarım saat çıxışlarım olur. Hətta vaxt olmur mən şou proqrama getməyə. Bir də ki, şou proqrama mən həftənin 5-6 bazar günü getsəm, həftənin 3 günü, mən çox adiləşərəm və insanlara maraqsız olaram və bu da mənim toyuma təsir eləyər.